Salam əziz abituriyentlər, hər birinizi salamlayıram. Bugün yenə də qəbul imtahanında istifadə olunan növbəti sualın izahını təqdim edəcəm. Bugün də yenə də 2024-cü ilin qəbul imtahanında 3-cü ixtisas qrupu üzrə qəbul imtahanında istifadə olunan C variantında 18-ci sualı izah edəcəm. Gəlin sualımızı oxuyaq. Yenə də vərəqə yazmışam. Onun adını hələ də hörmətlə anırıq cümləsi ilə bağlı səhvi müəyyənləşdirin. Görürsünüz, dərhal altından xətt çəkirsiniz ki, sizin birinci növbədə əsas diqqət yetirməli məqam nə olmalıdır? Sualı düzgün oxumaq, sualda sizdən nə istəyir, onu bilib yola çıxmaq. Əgər sualı düzgün oxusaz, cavabı tapmaq rahatdır. A variantı. Xəbəri birinci şəxsin cəmində olan feillə ifadə olunmuşdur. Deməli, baxaq. Onun adını hələ də hörmətlə anırıq. Bəli, burada görürsünüz, birinci şəxsin təki cəmində olan feildir. I+4 bilirik ki, xəbərli şəkilçisidir və bu birinci şəxsin cəmində istifadə olunur. Yəni, burada hətta bərpa da edə bilərik. Biz onun adını hələ də hörmətlə anırıq. Düzdürmü? Əgər biz bura əlavə etsək, burada yazım qoy. Biz əlavə etsək, o zaman burada bərpa edəndən sonra görürük ki, həqiqətən də birinci şəxsin cəmində olan feillə ifadə olunmuşdur. Müəyyən şəxsi cümlədir. Bunu ilə bayaq dedim, indicə dedim daha doğrusu. Müəyyən şəxsi cümlədir, çünki burada düzdür, mübtəda buraxılıb. Amma ki, mübtədanı çox rahat şəkildə bərpa edə bilərik. Biz onun adını hələ də hörmətlə anırıq, düzdürmü? Həmçinin də müəyyən şəxsi cümlələr bilirik ki, mübtədası olan, yaxud olmasa belə rahatlıqla bərpa edilən cümlələrdir. Ona görə də B variantı da doğru oldu, A variantı da doğru oldu, amma bizdən səhv istəyir. Məqsəd və intonasiyaya görə nəqli cümlədir. Gəlin, burada qeyd edim, hansı ki, bizə lazım olmayan variantlar. Bu getdi, bu da getdi. Məqsəd və intonasiyaya görə nəqli cümlədir. Bəli, nəqli cümlədir, çünki nə sualdır, nə inkardır və yaxud da ki, əmr cümləsidir, nəqli cümlədir. Bu sxemə uyğundur, yəni bu təhlil sxemə. Gəlin, təhlil edək. Nə edirik? Anırıq. Kim anır? Biz. İndi burada yoxdur, amma indi məntiqi olaraq siz özünüzdə biləsiniz. Nəyi anırıq? Onun adını, düzdürmü? Necə, nə tərz anırıq? Hörmətlə. Nə qədər müddətdə anırıq? Hələ də. Bu da zaman zərfli idi. Bu tərz hərəkət, bu da zaman zərfli. Bu da doğrudur, bu da doğrudur. Görürsünüz ki, 2 dənə zərfli, 1 dənə tamamlıq, 1 dənə də xəbər. Bu da doğrudur. Eyni məna növünə aid 2 zərfli işlənin. Xeyr, baxın, bayaq da bunu təhlil edərkən vurğuladım. Hələ də zaman zərfli idi, hörmətlə tərz hərəkətsizlidir. Burada isə deyir ki, eyni məna növünə. Xeyr, bunlar hər biri ayrı-ayrı məna növünə aid olan tərz hərəkət zərfli. Bu da tərsinə yazdım. Bu zaman zərfli idi. Bu da tərz hərəkət zərfli. Eyni məna növünə aid deyil, çünki burada 2 dənə zərfli işlənir və ikisi də fərqli məna növlərinə aiddir. Ona görə də burada cavabımız E variantı oldu. Cavab edir. Belə, növbəti izahının sonuna gəldik. Ümumi məqamları qeyd edim yenə. Birinci növbədə səhv düz məsələsinə baxırsınız ki, sualda sizdən nə istəyir. Daha sonra, əslində bu tipli cümlələri daha doğrusu bu tipli suallarda mütləq və mütləq bu tipli variant olur. Ona görə də sxemi təhlil eləsəz daha yaxşı olar, siz üçün daha rahat olar. Məsələn, adi bunu tapmaqla bunu tapa bilirdik və yaxud da ki, bunu biləndən sonra artıq bunu bilmək çox rahat oldu, gördünüz. Yəni, təhlil edəndən sonra gördük ki, zərflik işlənib, amma eyni məna növünə aid deyil. Yəni, bu kimi məqamlar əslində sizə nəyə göstərir? Hər bir sualın cavabı əslində onun daxilindədir. Belə, növbəti izah videolarında görüşmək ümidi ilə. Əgər izahlar barədə fikirləriniz varsa, qeyd edərsiniz, zəhmət olmasa, həmçinin də hər hansı bir təklifiniz ola bilər ki, bir mövzu izahı ilə bağlı, onu da qeyd edərsiniz, izah edərəm. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın, hələlik.